Qəbul imtahanı ərəfəsində ali məktəb seçimi ilə bağlı düşünənlərin sayı artır. Bir çox abituriyent təhsilini başqa ölkələrin universitetlərində almaq istəyir. Amma bu seçimdə təkcə universitetə qəbul olmaq kifayət etmir. Sonradan diplomun tanınması məsələsi də mühüm əhəmiyyət daşıyır. Birinci diqqət edilməli olan məsələ budur ki, yalnız atestatla qəbul reklamını gördükləri zaman mütləqdir ki, şagirdlər, valideynlər diqqətli olmalıdır ki, atestatla qəbul olduqları zaman həmin universitetləri bitirdikdən sonra onlar iş tapmaq, diplomların tanınması problemləri ilə üzləşə bilərlər. Bu baxımdan valideynlər çox diqqətli olmalıdır və əgər ki, düşünürlərsə ki, övladları xaricdə təhsil alsın, mütləqdir ki, universitetlərin dünya reyting sıralamalarındakı yerlərinə baxmaları lazımdır və universitetdə təhsil necədir, universitetin dünya reyting sıralamalarındakı yeri nədir? Buna diqqət eləməlidirlər ki, daha sonra onlar onsuz da xərc çəkirlər və bu xərc boş yerə getməsin və övladları diplom aldıqdan sonra diplomları həm Azərbaycanda, həm də dünyanın aparıcı ölkələrində tanınmış olsun. Mütəxəssislər bildirirlər ki, xaricdə təhsil barədə qərar verilərkən yalnız universitetin adı və yerləşdiyi ölkə deyil, təhsil proqramının hüquqi statusu və gələcəkdə tanınma imkanları da əvvəlcədən araşdırılmalıdır. Bəzi universitetlər distant təhsil təklif edirlər. Yəni, tələbələr, şagirdlər xaricə üz tutarkən onlar yalnız bir neçə həftə xaricdə qalırlar, amma qalan vaxtları ölkədə, Azərbaycanda keçirirlər. Bu da belə təhlükəli bir tendensiyadır. Əgər ki, universitetlər belə proqramlar təklif edirlərsə, buna da diqqət yetirmək lazımdır ki, mütləq ki, həmin o distant təhsil aldıqları zaman Azərbaycanda tanınmama ehtimalı çox böyükdür. Qəbul imtahanı ərəfəsində bu məsələ xüsusilə aktuallaşır. Çünki bugün verilən qərar gələcək peşə yoluna da təsir edir. Düzgün seçim sonradan vaxt itkisi, əlavə xərc və sənəd problemlərinin qarşısını ala bilər. Hamıya salam, mən Fidan Qasımlı. Hazırda Polşada bakalavr təhsili alıram və xaricdə oxumağı düşünənlər üçün istərdim öz təcrübələrimi bölüşüm diplom işləri ilə bağlı. Xaricdə təhsil almağa qərar verəndə mənim üçün də ən vacib mövzulardan biri idi bu. Gələcəkdə diplomun tanınıb-tanınmayacağı. Çünki nə qədər universitet yaxşı olsa da, əgər diplomun rəsmi şəkildə tanınmırsa, bu gələcək planlarıma ciddi təsir göstərə bilərdi. Buna görə də ilk olaraq universitetin və seçdiyim proqramın rəsmi akreditasiyadan keçib-keçmədiyini araşdırdım. Bu diplomun həm Azərbaycanda, həm də digər ölkələrdə tanınması üçün əsas şərtlərdən biri idi. Universitet seçimi prosesində isə bir neçə əsas məqamlar var idi, hansı ki, universitet reytinginə baxmaq lazımdır, çünki bu ümumi təhsil keyfiyyəti haqqında müəyyən bir təsəvvür yaradır. Daha sonra tədris proqramının məzmununu öyrənmək lazımdır, araşdırmaq lazımdır. Yəni, hansı fənlər tədris olunur, proqram nə dərəcədə praktikdir və gələcək karyeranıza bu necə təsir göstərə bilər. Bundan əlavə universitetin beynəlxalq tanınması da xarici tələbələr üçün imkanları və məzunların iş tapma göstəriciləri də seçimimdə mühüm rol oynamışdı. Getməzdən əvvəl diplomun tanınması ilə bağlı xüsusi bir, yəni də qeyd etdiyim kimi araşdırma etmişdim. Xüsusilə təhsildə keyfiyyət təminatı agentliyinin tələblərini diqqətlə öyrənmişdim və seçdiyim universitetin bu tələblərə uyğun olub-olmadığını yoxlamışdım. Bu addım sonradan hər hansı bir problem yaşamamaq üçün çox vacib bir məqamdır. Xaricdə təhsil gənclər üçün yeni imkanlar açır. Ancaq bu yolun uğurlu nəticələnməsi üçün seçim mərhələsində məlumatlı olmaq əsas şərtlərdən biridir.